Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Prezident Administrasiyasının keçmiş rəhbəri akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Lakin Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər. Akademikin ittihamları qəbul edib etmədiyi də məlum deyil. AzXəbər, CHM xəbər verir ki, Yeni Sabah məsələ ilə bağlı Ramiz Mehdiyevin qızı Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. Saytın ona ünvanladığı suallar atasının hazırki vəziyyəti, harada olması və ittihamları qəbul edib etməməsi barədə olub. K. Əliyeva sualları dinlədikdən sonra deyib.